Azərbaycanda yel çərşənbəsi qeyd olunur. Xalq arasında külək oyadan çərşənbə, küləkli çərşənbə kimi tanınan yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnana görə yel çərşənbəsində oyanan yel, külək, oyanmış suyu və odu hərəkətə gətirir. Bu çərşənbə ilə bağlı xalq arasında bir çox maraqlı adət var. Bugün küləyin istiqamətinə baxaraq hava proqnozu verməyə çalışırlar. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddətdə sərt keçəcəyinə inanılır. Tədqiqatlara görə yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Yel havadır, yel düzdür, maddi biz görə bilmirik, amma onu hiss edirik, onu bütün vücudumuzla, bütün varlığımızla yerin əsməsini, yerin bilirik ki, küləyin həm sürəti var, həm istiqaməti var. Külək bəzən elə sərt olur ki, həm dağıdıcı gücə malik olur. Amma söhbət xəfif yellərdən gedir. Novruzda əsən yellər xəfif yellərdir. Təbiəti oyadan yellərdir. O bəzən bərk külək əsir. İnsanlar deyir ki, məsələn, niyə görə yel çərşənbəsində heç külək əsmədi? Amma o külək var. O yellərin oyanması var. Sadəcə olaraq o xəfif yellərdən, həssas yellərdən söhbət gedir ki, o xalq arasında belə bir inanc da var. Deyir ki, su, od, yel birləşdi, torpağı oyatdı. Bax, bunlar hamısı görürsən suyun, odun, eyni zamanda yelin əsməsi tədricən xalqın düşüncəsində onu Novruza yaxınlaşdırır. Tədricən bunlar artıq gətirib nəhayət torpağın oyanmasına birbaşa dəlalət edən məsələdir. Və yel çox vacibdir insan həyatında. Bilirik ki, yel dəyirmanlarının insan yaratdı. Bu yel dəyirmanları bilirik ki, qidanın, məhsulun, taxılın üyüdülməsində çox mühüm rol oynayır. O qida şəklində insan o aldığı məhsulu rahat şəkildə qəbul etməsi və s. və yaxud yelkənli gəmilərin meydana gəlməsi küləyin sürətini hesablanmışdır. Əvvəllər bu axı insanlar qədim dövrdə indi motorlu qayıqlar və s. yox idi axı. O yellərin vasitəsilə insanlar dünya səyahətinə çıxırdılar yelkənli. Və yaxud yellərin əsməsi eyni zamanda təbiəti, ağacları oyadırdı. Bütün o tozlanma prosesi ki var, ağac siyasından sonraki məhsul verəcək, bütün bunlar hamısı yellə bağlıdır. Əgər külək əsməsə, o tozlanma olmaz və məhsul da olmaz. Görün, yel nə qədər dünyanın, insanın həyatında vacib bir məsələdir. Bax, söhbət bundan gedir. Deməli, yel çərşənbəsində o deyir, insanlar qapı-bacanı, həyət bacanı açarlar, evləri zadı, pal-paltarı verərlər yelə, xalça palazları sərərlər. Ki, çərşənbənin yeli dəysin bu xalça palaza, yorğan döşəyə. Deyir, çərşənbə yeli evə daxil olarsan, eyni zamanda təmizlik başlıq yaradar, bolluq yaradar. İnsan öz, bilirsiniz, təmizlik başlıq profilaktiki bir təmizlik deyil. Eyni zamanda bir inanca görə insanın ruhən də təmizlənməsi, ruhun da saflığı, insanın ruhunun da azad olması, sərbəst olması, onun özünün bir nətər deyirlər, o belə rahat keçirilməsi üçün çox vacib şərtlərdən biri idi. Bax, ona görə də bu çərşənbə yeli qeyd etdiyim kimi hər bir onun əlaməti, bütün çərşənbələrdə olduğu kimi suda, odda, yelin də xalqımızın həyatında, onun düşüncəsində, onun məişətində, birbaşa mənəvi dünyasının zənginləşməsində rolu böyük. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Yel çərşənbəsi təkcə bir bayram günü deyil, həm də xalqın təbiətlə bağlı qədim inanclarını, adətlərini və həyat tərzini əks etdirən zəngin mədəni irsinin bir hissəsi hesab olunur. Novruzun müjdəçilərindən olan yel çərşənbəniz mübarək. Hər birinizə bol ruzi bərəkət, həyatınıza təravət və qəlblərinizə bahar nəfəsi arzulayırıq. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.